Qaraçay səsi bir ritim bir sanki, nağara kimi döyünür anı. O səs gəlir dağdan düzənə, Qamışdala oyanır yenə. Qaraçay səsi bir ritim bir sanki, Nağala kimi döyünür anı. O səs gəlir dağdan düzənə. Qamışdala oyanır yenə. Qamışdala gözəl kəndir, Qaraçayday səsin bəndir. Oy döyünür ürək səninlə, Tonqal başı şən gəncliklə. Qamışdala gözəl kəndir. Salamlar, bu günlərin 21 mart 2026-cı il Balakən rayonu Qamışdala kənd sakinləri və bələdiyyəsinin təşəbbüsü ilə keçirilmiş Ramazan və Novruz bayramı şənliyinə xoş gəlmişsiniz. Hoş müəllim. Bayram Söz mübarək olsun. Bayramınız mübarək olsun, yaxşı olsun, düşərli olsun. Hamıya can sağlığı. Hər keçirməyi Allah qismət eləsin. Müəllim, bir kənd sovetliyi kimi, ağsaqqal kimi. Mübarək olsun bayramımız. İki bayram üst-üstə düşübdür. Hem oruçluq bayramıdır, hem de ki Novruz bayramıdır. Allah bizim ömür can sağlığı versin. Her birisine tutan oruçları qəbul versin, kıldığı namazları Allah kabul versin. Hamını təbrik edin. Allah mübarək eləsin. Çoxlu belə bayramlar keçirmək Allah hamıya qismət eləsin. Allah Rəbbin hamıya can sağlığı, uzun ömür. Belə gözəl havada, belə bir gözəl gündə Novruz bayramını qeyd eləmək istəyirəm. Həm Novruz, həm Ramazan bayramı. Həm Ramazan ayı bayramı, həm Novruz bayramı. Allah hamıya can sağlığı, yaxşı günlər qismət eləsin. İndisə söz veririk icra hakimiyyətimizə. Burada gəlib çıxış eləyəcəkdir. Bir də bələdiyyəmizin sədrinə. Xahiş edirik, gəlin ürək sözlərinizi siz də deyin. Hörmətli tədbir iştirakçıları, sizin hər birinizi salamlayıram, sizi təbrik eləyirəm. Bu gözəl ildə birinci dəfədir ki, elə bil ki, iki bayram bir-birinə qarışır. Hem Ramazan bayramı hem de bizim bahar bayramımız. Bu bahar bayramını keçirməkdə elə bil ki bize en birinci destek olan, bunu yaradan bizim hörmətli Cənab Prezidentimizin daxili və xarici siyasətidir ve onun etrafında yığılan bizim xalqıdır ve qanı bahasına başa gələn şəhidlərimizə görə biz bu bayramı keçirə bilirik burada. Deyirəm, İlk önce biz şəhidlərimizi heç vaxt unutmuruq və bir dəqiqəlik sükutla onları yad eləsək daha gözəl olar.
Bu bayram münasibətilə bütün dünya müsəlmanlarını təbrik eləyirəm və Bahar bayramı münasibətilə də təbrik eləyirəm. Çox sağ olun. İndi isə sözü Elşad müəllimə verirəm. Çox sağ olun Rüfət müəllim. Mən də hər birinizi salamlayıram bu gözəl gündə, gözəl bayramda. Sizləri müqəddəs Ramazan bayram münasibəti ilə həm də milli bayramımız olan Novruz bayram münasibəti təbrik edirəm. Həmişə belə gözəl bayramlar keçirtməyə Allah nəsib eləsin. Bu günləri biz bu gözəl gündə əmin-amanlıq içində gözəl bayram keçiriksə birinci növbədə şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarımıza borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, müharibə iştirakçılarımıza Allah can sağlığı versin. Bir daha təbrik edirəm, hər birinizin Allah canını sağ eləsin, həmişə belə gözəl bayramlar keçirtməyə qismət olsun. Novruz gelip yaz gelip bir elinde saz gelip can dermanı ver dolduran durma Novruz bayramınız mübarək. Həmişə belə bayramlara çıxasınız yüzlərlə. Allah sizə can sağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram. Qıraqda olan balalara da sağ-salamat olsunlar. Ürəyindən çox şey keçir mən. Hamını, Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik eləyirəm ürəkdən. Can sağlığı, uzun ömür, əmin-amanlıq arzulayıram. Hamının ruzu bərəkəti bol olsun. Çox sağ ol, təsvidaniya. Üzr istəyirəm hər birinizdən bir daha. Biz bayaqları çıxış elədik, təbrik elədik. Şəhid valideynləri burada yox idi. İndi onlar gəliblər. Onların qabağında bir daha baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin. Onların da sözləri var, ürək sözləri var. Sözü verərək bir şəhid ailələri. Mən indi bu cəmaatı bu Novruz bayramı münasibətilə təbrik edirəm. Gəldim, belə gördüm, mən çox şad oldum həqiqi. Bu cəmaatın yığılıb, belə ürəkdən oynamaq, oturmaq, söhbət. İndi daha da yaxşı bu məclisləri, bu Novruz bayramını, öbür bayramları keçirməyə cəmaatın daha da çox imkanı olsun. Ürəklərində nə muradları var, o muradlarını kəssinlər. Həmişə də belə amanlıq, toy bayram, belə yeşillik, hamısı xoşbəxt olsunlar. Təbrik edirəm sizi bu bayram münasibətilə. Sağ olun.
bayramınız mübarək olsun. Təbrik edirəm. Belə hər il belə Novruz bayram keçirmək Allah sizə qismət eləsin. Hər birinizi salamlayıram. Bayramınız mübarək olsun. Çoxlu belə bayramları keçirməyə Allah təala hər birinizə qismət eləsin. Bir daha hamınızı təbrik edirəm. Mən Azərbaycan xalqını birinci növbədə salamlayıram. Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik eləyirəm. Qoy bizim millətimiz, bizim Azərbaycan xalqı sülh, əmin-amanlıq içində yaşasınlar. Belə bayramları keçirməyə, belə bayramları qeyd eləməyə hər birimizə Allah Teala can sağlığı versin. Allah ya Rabbim yenə də deyirəm, hamıya uzun ömür, can sağlığı və gələcək işlərində müvəffəqiyyətlər arzulayıram. Sağ olun. Allah kendimizi korusun, ballarımızı korusun, cavanları korusun. Güzel tədbirdir kənddə. Novruz bayramı ilə bu bayramımız üstə düşübdür. Allah təala heç vaxtı belə bayramları üst-üstə salmayıbdır. Amma müəyyən nöqtələrə görə üst-üstə düşübdür. Allah yaxşı eləsin ya Rabbi. Allah xoş eləsin. Gözəl olsun. Həmişə kəndimizdə tədbirlər olsun, gözəl günlər olsun. Bugün kendimizde güzel geçecek tədbir keçirildi. Allah hamının canını sağ eləsin. Tədbirdə iştirak edenlerin. Novruz bayramımız da mübarək olsun. Keçmişimiz geri qayıtır yavaş-yavaş. Her şey güzel olasıdır. Bayramımız da bir daha mübarək olsun. Selamünaleyküm. Birincisi bizim bayramımızı ben tebrik ederim. Evvela Oruç bayramımızı, Novruz bayramımızı hamısı birbirimize göre büyük bir güzellik bulmuşuz. İkisini bir yerde qeyd elədik. Çok güzel, çok minnətdaram bu cemaattan bu məclisi kurduğuna göre teşekkür ediyorum. Hamıya salamlar, hamının bayramını təbrik edirəm, düşərli olsun, xeyirli olsun. İnşallah həmişə yaxşı olar, hamınızı salamlayıram. Qarşıda olan hər kəs salamlayıram. Hər kəs Novruz bayramını təbrik edirəm. Şənliklərdə, şadlıqlarda.
Kulaklar sağlığına. Yaşasın.